Salam aleyküm, hər vaxtınız xeyir olsun əziz izləyicilər. Bugün aprel ayının 27-si. Mən Ucar rayon Köln İctimai Nəzarət Təşkilatının sədri Məmmədov İlkin. Bugün Ucar rayonu Təzəşilyan kəndindəyik. Bir vətəndaş bizdən xahiş elədi, bizə müraciət elədi ki, Təzəşilyan kəndində bizim bir köməyə ehtiyacı olan bir balamız var. Gələk burada çəkiliş yaparaq videonu ictimailəşdirək və imkanı olan şəxslərdən, insanlardan kömək istəyək ki, bizim balamıza öz köməkliklərini əsirgəməsinlər. Mən hal-hazırda vətəndaşın evindəyəm. Buyursun, balamızın atası özünü təqdim eləsin zəhmət olmasa və öz müraciətini bildirsin. Buyurun, qardaş. Səfərov Kazım mən. Bir də neçə dəfə çəkilişlər olub. Bütün köməklərindən Allah ruzusuna bərəkət versin. Yenə hal-hazırda bugünkü gündə mən köməyə ehtiyacım var. Mən bugünkü gündə bir gün Bakıya Milli Onkologiya yoldaşımdan ötürü gedirəm. Bir gün Qızıl Məndulədən ötürü Kürdəmir xəstəxanasına dializə aparıram uşağım. Mənim uşağımın hər ikisi böyrəkləri atqaz edib. Yoldaşım da onkoloji xəstədir. Mən bütün kəndimə, elimə, obama, Azərbaycan xalqından kömək istəyirəm. Kimin gücü nəyə çatırsa, Allah xatirinə kömək eləsin. Çox sağ olun. İnşallah bizə işləyən insanlar öz köməkliklərini göstərərlər. Yəni, bizim balamıza belə deyək də, donor lazım. Siz özünüzlə müraciət ediniz ki, yəni, yoldaşınız da xəstədir, donor ola bilmir. Yəni, ona görə belə bir çətinlik yaranıbdır. Buyursun, balamız da desin öz fikrin, öz istəyin. Mən Səfərov Məndulə, Kazım qızı. Mən kömək istəyirəm, yardım istəyirəm. Mən əməliyyat olub məktəbimə getmək istəyirəm, sağalmaq istəyirəm, dostlarımla gəzmək istəyirəm. Çox sağ. İndi məktəbə getmirsiniz də hal-hazırda? Xeyr. Təhsil alırsınız amma? Evdə. Evdə müəllimlər gəlib təhsil verirlər sizə. Çox sağ olsunlar. Bizim balamız yəni məktəbə getmək istəyir, məktəbdə öz takipçiləri ilə bir yerdə yəni təhsil almaq istəyir. Mən xahiş edirəm, yəni indiyə kimi, bu vaxta kimi mən neçə illərdir Ucar rayonunda çəkilişlər aparıram, rayonun problemləri ilə bağlı. Heç vaxtda heç kimdən belə deyək, kömək istəməmişəm heç bir şeydən ötürü. Amma bugün mən bütün rayon, yəni ümumilikdə Azərbaycan xalqından köməklik göstərirəm və mənə əziz olan Ucar rayon sakinlərindən mən ən əsas öz köməkliyimizi istəyirik ki, yəni bu vaxta kimi yenə deyirəm, yəni elə bir dəstəyə, bir köməyə ehtiyacımız olmayıbdır, istəməmişik. Amma bugün həqiqətən də bizim balamızın köməyə ehtiyacı var. Yəni hamı, heç kim bu həyatda istədən sığortalanmayıbdır. Bilmirik ki, yəni sabah kimin başına nə iş gələcək. Ona görə də yəni bizim balamızı, öz balamızın yerinə qoyaq. Yəni öz balamız kimi əzizləyək, öz balamız kimi kömək olaq, dəstək olaq. Mən sizin hər birinizdən xahiş edirəm, əziz Ucar rayon sakinləri, bu məsələdə bizə dəstək olmağı unutmayın, yəni öz köməkliyinizi göstərin. Bugün hər şey maddiyyatla ölçülmür. Əgər sizin maddi cəhətdən imkanınız yoxdursa, dəstək ola bilmirsinizsə, siz həmin bu video çəkilişi deməli, başqa dostlarınıza, yoldaşlarınıza göndərib, paylaşıb, öz köməkliyinizi bu şəkildə göstərə bilərsiniz. Deməli, qardaş, siz zəhmət olmasa telefon nömrünüzü deyin. 050 Aha. 502 Aha. 88 Aha. 81. Deməli, Mir Kazım qardaşımızın telefon nömrəsi dedi, kartın nömrəsini də deyirəm. 52 39 15 17 85 08 27 39. Hər birinizdən xahiş edirəm ki, bu ailəyə öz köməkliyinizi, öz dəstəyinizi göstərəsiniz. Ucar rayon Köln İctimai Nəzarət Təşkilatının sədri Məmmədov İlkin.